أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وكذلك جعلناكم أمة وسطا لتكونوا شهداء على الناس ويكون الرسول عليكم شهيدا. والسلام على رسول الله. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Sünnənin yeri, dərəcəsi və sələflər sünnə ilə necə faydalanıblar, necə onunla davranıblar. İslamda sünnənin mənziləsi, yəni yeri, dərəcəsi Nəhl surəsi 44-cü ayədə Allah Teala buyurur: وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ. Sənə zikri nazil etdik ki, insanlara, onlara nazil ediləni bəyan edəsən. Yəni, bu açıq aydın sünnəyə dəlildir. Bax, bu ayə, yadda saxlayın. Nəhl surəsi 44-cü ayə. Yəni, o kəslər ki, ancaq Quranla gedirlər, sünnəni qəbul edəmirlər. Bu ayə açıq aydın onlara rəddiyədir. Və ənzəlnə iləykə zikrə. Yəni, sənə zikri nazil etdik. Litubeyyinə linnəs. İnsanlara bəyan edəsən, açıqlayasan. Mə nuzzilə iləyhim. Onlara nazil ediləni. Və ləalləhum yetəfəkkərun. Yəni, onların fikirləşmələri üçün. Fəbəyyənə sallallahu aleyhi və sələm kitabə rabbihi bis sünnə. Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbinin kitabını sünnə ilə açıqlamışdır, bəyan etmişdir. Qavlən və fi'lən və təqrirən ətəmmə bəyanin. Sözlə, feillə və təqrirlə. Təqrir nədir? Yəni, görüb inkar etməməklə. Məsələn, görür, sahabə hər hansı bir iş görür və ondan çəkindirmirsə, inkar etmirsə onu, o da nə sayılır? O da sünnə sayılır. وَتَرَكَنَا عَلَى مِثْلِ الْبَيْضَاءِ نَقِيَّةِ لَيْلُهَا كَنَهَارِهَا لَا يَزِيغُ عَنْهَا إِلَّا هَالِكٌ. Və bizi pak, təmiz, açıq aydın, ağ yolun üzərində qoyub getmişdir. Və elə bir yoldur ki, onun gecəsi də gündüz kimidir. Yalnız həlak olan aza bilər. فَالسُنَّةُ وَحَيَاتُ النَّبِيِّ صلى الله عليه وسلم وسيرته وأخلاقه وأدابه إذن توضيح وتفسير للقرآن الكريم. Sünnə, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatı, sirası, əxlaqı, ədəbləri, Qur'anın izahı və təfsiridir. Fəhiyyə bəyan li mücməlihi, yəni sünnə Qur'anın mücməlinin, yəni mücməl nədir? Var təfsilat, mücməl isə ümumi olanın izahıdır. Və təqyidun li mutlaqihi və Qur'anda gələn açıq olanları qeyd etməsidir. Və təxsisun li ammihi və ümumi olanları xüsusiləşdirməsidir. Allah Teala Necm surəsi 3-4-cü ayələrdə buyurur: Və mə yantiqu anil hava in huwa illə vahyun yuha. O öz kefindən, havadan danışmır. Onun danışdığı yalnız ona olunan bir vəhidir. فَلَا يَجُوزُ وَالْحَالَةُ هَذِي أَنْ تُضْرَبَ السُنَّةِ بِالْقُرْآنِ أَوْ يُتَوَقَّفَ عَنِ الْعَمَلِ بِهِ حَتَّى يَنْظُرَ فِي هَلْ هِيَ مُوَافِقَةٌ لِظَوَاهِرِ الْكِتَابِ أَمْ لَا. Belə olduğu halda, yəni sünnəni Qur'anla vurmaq olmaz və yaxud sünnəyə əməl etməkdə dayanmaq olmaz. Baxmadıqca, yəni o Qur'ana müvafiqdir, yoxsa yox. O həl qalə bihə əhədun minəl uləmə ba'dəhə əmlə və yaxud ondan sonra alimlərdən kimsə nəsə deyibmi? Və həl tuvafiqul qiyas vəl-məqul, qiyasa müvafiqdir, yoxsa yox. İz kulluhu vahyun, çünki sünnənin hamısı vəhidir. Və qad cəə fi hadithi Miqdam ibn Ma'di Kərib anin Nəbi sallallahu aleyhi və səlləm. Deməli, Miqdam ibn Ma'di Kərib radiyallahu anh'a gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: Ələ inni utitul Qur'ana, utitul kitəbə və mitlə.
Bilin və agah olun ki, mənə Qur'an və onun misli verilmişdir. Misli nədir? Sünnə. Ələ inni utitul Qur'ana və mitləh. Yenə deyir ki, bilin və agah olun ki, mənə Qur'an və onun misli verilmişdir. Ələ innəhu yuşəku raculun şəb'an alə arikətihi yəqulu aleykum bihədəl Qur'an fəmə vəcəddun fihi min halalin fəəhilluh və mə vəcəddun fihi min haramin fəharrimuh. Və buyurur ki, yəni sizdən yəni olacaqdır elə bir kişi ki, yəni vaxt gələcək, tox çarpayısının üzərində, taxtın üzərində oturmuş halda deyəcəkdir ki, bu Qur'ana sarılın və orada nə halal görsəniz onu halallaşdırın, nə haram görsəniz onu haramlaşdırın. Yəni elə bir ki, sünnəni qəbul eləməyəcək. Başqa rəvayətdə gəlir ki, ələ innəmə harrama Rasulullah mitlə mə harramallah. Bilin və agah olun ki, Rasulullahın sallallahu aleyhi və səlləmin haram etdiyi Allahın haram etdiyidir. Əbu Nadradan gələn rəvayətdə deyir ki, Kunnə ində İmran ibn Hüseyin. Biz İmran ibn Hüseynin yanında idik. Fəcəalə yuhaddithuna fəqalə racun fəkənnəhu kərihəl hədithə an Rasulillahi sallallahu aleyhi və səlləm. Və o bizə hədis danışmağa başlayır. İmran ibn Hüseyin sahabədir. Və elə bil ki, bir kişi yəni bu hədisi xoşlamır və deyir ki, bizə kitabdan danış, Allahın kitabından danış, yəni hədisi tərk elə, bizə kitabdan danış. Fəxaldibə İmran və İmran radiyallahu anh hissənir, qəzəblənir və deyir ki, innəkə əhmaq. Deyir ki, sən axmaqsan. Zəkərəllahu zəkətə fi kitabi fəəynə fi 205 dərahim və zəkərə sıra fi kitab fəəynə zuhr 4. Allah Teala kitabında zəkatı zikr etmişdir. Yəni o zəkatın təfsilatı hardadır? Sünnədədir. Yəni Allah Teala namazı kitabında zikr etmişdir. Zöhr namazının 4 rəkatı hardadır? İnnəmə yəhkumu mə hunəkə və tufəssiruhu əs-sünnə. Orada olana hökm verən, onu izah edən sünnədir. Hammad ibn Zeyd, o da Əyyubdan deyir ki, Qalə raculun li Mutarrif ibn Abdillah ibn Şixir. Bir kişi Abdullah ibn Mutarrif ibn Şixirə deyir ki, Mutarrif ibn Abdullah ibn Şixirə deyir ki, İnnə nuridu kitaballah. Biz Allahın kitabını istəyirik. Fəqalə Mutarrif, İnnə la nuridu bi kitabillahi bədilən və lakin nuridu mən huvə a'ləmu bihi minnə. Yəni biz də Allahın kitabının əvəzinə başqa bir şey istəmirik. Lakin biz istədiyimiz nədir? Onu bizdən daha yaxşı biləni istəyirik. Yəni Qur'anı ən yaxşı izah edən də Peyğəmbər sallallahu əleyhi və səlləmdir. Və İmam Şafi rahimehullah deyərdi ki, və tuqamu sünnətu Rasulillahi sallallahu aleyhi və səlləm ma'a kitabillah məqaməl bəyan anillah və leysə şeyun min sünəni Rasulillahi sallallahu aleyhi və səlləm yuxalifi kitaballah fi hal. Deyək, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi Allahın kitabı ilə yanaşı bir məqamda durur. Allahdan onu bəyan edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnələrindən heç bir halda Allahın kitabına müxalif deyildir. لأن الله تعالى قد أعلم خلقه أن رسوله صلى الله عليه وسلم يهدي إلى صراط مستقيم. Çünki Allah Teala yarattıklarına bildirmiştir ki Peyğəmbəri, Rasulü sallallahu aleyhi ve sellem insanları doğru yola yönəldir. Və həmçinin məqhuldan gəlir ki, Əl-Qur'anu ilə sünnəti əhvəcu minə sünnəti iləl-Qur'an. Qur'anın sünnəyə daha çox ehtiyacı var, nəinki sünnənin Qur'ana. Abul-Qasim Əsbahan deyir ki, وَمَنْ قَالَ تُعْرَضُ سُنَّةُ عَلَى الْقُرْآنِ فَإِنْ وَافَقَتْ ظَاهِرَهُ وَإِلَّا اسْتَعْمَلْنَا ظَاهِرَ الْقُرْآنِ وَتَرَكْنَا الْحَدِيثِ فهذا جهل وقد قص الله علينا أن ننتهي إلى سنة نبي وليس لنا معها من الأمر شيء إلا التسليم لها واتباعها. Abul-Qasim Əsbahani deyir ki, kim desə ki, sünnə Qur'ana ərz olunmalıdır, əgər zahirinə uyğun gələrsə,
biz deyir, Quranın zahirini istifadə edirik və hədisi tərk edirik. Bu deyir, cəhalətdir, cahillikdir. Allah Teala bizə bildirmişdir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsinə qaydaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsi ilə yanaşı bizim üzərimizdə düşən tabi olmaqdan və təslim olmaqdan başqa bir şey yoxdur. Əbu Əyyub Əs-Sıxtiyan deyir ki, İzə həddəthər rəculə bis-sünnə, yəni bir insana sünnə danışdığın zaman və qalə də'nə min hədə və həddithnə anil Qur'an və desə ki, bunu qoy, bizə deyir, Qurandan danış, fəaləm ənəhu dalun, bil ki, o azmış insandır. Sünnə danışdığın zaman desə ki, sünnəni tərk elə, bizə Qurandan danış, deyirik, bil ki, o azmış insandır. Hətta Əvzəidən də gəlir, azmış və azdıran bir insandır. Sonra gəlir sələflərin Quran və sünnədə gələn naslara təslimiyyəti. Nisa surəsi 65-ci ayədə Allah Teala buyurur: "Fələ və rabbikə la yu'minun hatta yuhakkimuka fima şəcərə beynəhum." Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə qarşı heç bir qəlblərində sıxıntı duymadan təslim olmayınca iman gətirmiş olmazlar. Nisa surəsi 65-ci ayə. Əbu Səiddən gələn rəvayətdə ənnə rəculən ətən nəbiyyə sallallahu aleyhi və səlləm fəqal. Bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gələrək deyir ki, əxi yəşdəki batna, deyir, mənim qardaşım qarnından şikayətlənir, yəni qarnı ağrıyır, qarnı açılıb və deyir ki, ona bal içir. Thumma ətəhu thəni, ikinci dəfə gəlir, deyir, yenə deyir ki, ona bal içir. Yenə üçüncü dəfə gəlir, deyir ki, yenə ona bal içir. Yenə gəldiyi zaman fəqalə fəalt, deyir ki, mən bunu etdim. İnni səqəytu fələm yəzidu illə istitlaqa, deyir, mən deyir, ona bal içirdim, deyir, qarnı daha da açıldı. Və Peyğəmbər s.ə.v buyurur ki, sadaqallah və kəzzəbət batnu əxik. Deyir ki, Allah doğru demişdir, sənin qardaşının qarnı yalan deyir. İsqihi əsələn, deyir, ona deyir, ya bal içir, fəsəqahu fəbara, və bal içirir və sağalır. Ya içmirdi də ona görə. Hə? İçmirdi yəni ona görə. Yox, gəlir ki, çox içirmişdim deyir. İçirdim deyir, atma, amma ola bilsin, yəni şübhə ilə yanaşıb. Və qad təhəddəsə Əbu Muaviyyə bi hədis Əbi Hüreyrə. Əbu Muaviyyə Əbu Hüreyrə hədisini danışır. Hansı ki, İhtəccə Ədəm və Musə, Adəm Peyğəmbərlə Musa aleyhissalam mübahisə edir. Fi məclisi Harun-ül Raşid, Harun Ər-Raşidin məclisində. Fəqalə İsa ibn Cəfər, məclisdə olanlardan birisi İsa ibn Cəfər deyir ki, Keyfə hədə və beynə Ədəm və Musə mə beynəhumə. Necə ola bilər ki, Adəmlə Musa deyir, mübahisə eləsin, onların arasında nə qədər illər olub. Fəbatəbə bihi Harun deyir, Harun xalifə idi, onun üzərinə hoppanır. Və qalə yuhaddithikə an Rasulillahi və tuariduhu bi keyf. Deyir, o sənə deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisini danışır, sən necə ilə ona qarşı çıxırsan, etiraz edirsən, necə ola bilər? Dedisə, ola bilər, bilər. Daha nə qədər olub, necə olub? Əgər Peyğəmbər s.ə.v dedisə, Adəmlə Musa aleyhissalam mübahisə etdilər, etdilər. Artıq necə ilə? Və qad xabə və xasirə mən aradəl hədis bi sübhətin limə və keyf. Və hədisə qarşı şübhə ilə, nə ilə, nə üçün və necə ilə qarşı çıxan uduzmuşdur, ziyana uğramışdır. Tahaviyyəni şərh edən deyir ki, fəl-vacibu kəməl təslim lir-Rasul s.ə.v vacib olan kamil şəkildə, tam şəkildə Peyğəmbər s.ə.və təslim olmaqdır. Yəni, onun əmrinə boyun əyməkdir və onun xəbərini qəbul etməkdir, təsdiq etməkdir. Dunə ən nuaridahu bi xəyalin batil nusəmmihi məqulə və batil bir xəyalla ona qarşı çıxmamağımızdır, hansı ki onu ağıl, məqul adlandırırıq və yaxud nəhmilu şübhə əv şəkkə və ona şübhə ilə və şəklə yönətməməyimizdir.
Yaxud onun qarşısında insanların, kişilərin rəylərini və onların zibil zehinlərini, yəni zehinlərindən çıxan zibilləri onun qarşısında Peyğəmbər sallallahu aleyhi və səlləm hədisin qarşısına qoymamalıyıq. فَنُوَحِّدُهُ بِالتَّحْكِيمِ وَالتَّسْلِيمِ وَالْاِنْقِيَادِ وَالْاِذْعَانِ Biz Peyğəmbər sallallahu aleyhi və səlləmi təhkimlə, yəni ona mühakimə olunmaqla, ona təslim olmaqla, boyun əyməklə təkləşdiririk. Necə ki, biz Allah Teala'nı ibadətdə təkləşdirir, ona boyun əyməkdə, ona zəlil olmaqda təkləşdirir, təvəkküllə təkləşdirir. Peyğəmbər sallallahu aleyhi və səlləm isə nədə təkləşdiririk? Tabiçilikdə. Allaha və Rasuluna icabət etməyin, yəni sürətli şəkildə icabət etmək, boyun əymək. Ənfəl surəsi 24-cü ayədə Allah Teala buyurur: "Ya eyyuhellezine amenu istecibu lillahi ve lirrasuli iza da'akum lima yuhyikum." Ey iman gətirənlər, Allaha və Rasuluna icabət edin, sizə həyat verən bir şeyə çağırdığı zaman. Yəni Allah və Rasulunun çağırdığı hər bir şeydə həyat var yəni. وَعْلَمُوا أَنَّ اللّٰهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِ Bilin ki Allah Teala insanla qəlbi arasına girir. وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ Və siz onun huzuruna dönəcəksiniz, toplanacaqsınız. Abu Said İbn Muallədən gələn rəvayətdə deyir ki, Kuntu usalli fədəani Rasulullah sallallahu aleyhi və səlləm fələm ucib həttə salleytu. Mən deyir, namaz qılırdım. Peyğəmbər sallallahu aleyhi və səlləm məni çağırdı. Mən çağırdığı zaman cavab vermədim namazı bitirənədək. Qalə mə mənəkə ən tə'tiyəni. Peyğəmbər sallallahu aleyhi deyir ki, mən çağırdığım zaman sənin gəlməyinə nə mani oldu? Qalə qultu ya Rasulallah inni kuntu usalli. Dedim ki ya Rasulallah mən namaz qılırdım, yəni ona görə. Qalə ələm yəqulillahu teala. Deyir ki məgər Allah Teala demədi mi? Ey iman gətirənlər, Allaha və Rasuluna icabət edin, sizə həyat verən şeyə çağırdıqları zaman. Başqa rəvayətdə gəlir ki, bələ ya Rasulallah, deyir ki, bəli ya Rasulallah, və lə əud, yəni bir daha qayıtmayacağım, yəni belə etməyəcəm. Yəni burada alimə fayda çıxar ki, yəni insan sünnə namazı qıldığı zaman Peyğəmbər salsam çağırdısa, yəni icabət etməli, çıxmalı və cavab verməlidir. Abu Said el-Xudr'dan gələn rəvayətdə ənə Rasulallah sallallahu aleyhi və səlləm mərra alə raculi minəl ansaf fəarsələyi fəqarəcə və rəsu yaqtur fəqalə ləalləkə əcəlnə qalə nəam ya Rasul qultu fəhədə kənə fi halə cimə mə əhli fələmmə dəahu istəcəbə lə və huvə alə hədil hal və ləm yəntadı həttə yəfruqa min qadai vatari və ən Səid ibn Marcanın. Yəni burada şeyh misallar gətirir ki, görün ki, sahabələr necə Peyğəmbər salsam çağırdığı zaman yəni dərhal yəni icabət edərdilər. Abu Said radiyallahu anh'ın hədisində gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ənsarlardan birinin evinin yanından keçir və adam göndərərək onu çağırır və o çıxır və başından su damcıları axdığı halda və deyir ki, ola bilsin biz səni tələsdirdik. Və o da deyir ki, bəli ya Rasulullah. Yəni şeyx burada izahda deyir ki, yəni baxın deyir, bu yəni ailəsi ilə yaxınlıq etdiyi halda, yəni Peyğəmbər s.ə.v-in çağırışı gəlir və dərhal gedir. Yəni yaxınlığı bitirmədən. Və an Səid ibn Mərcanə sahib Ali ibn Mühsin qalə Əbu Hureyre qalə Nəbi s.ə.v eyyimə racun a'təqə imra'an muslimən istənqədəllahu bi kulli udvin minhu udvan minhu minən nar. Və sonra gəlir Səid ibn Mərcanədən, bu Ali ibn Hüseynin dostu, yoldaşı olub, deyir ki, mənə Əbu Hüreyrə belə dedi, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hər hansı bir kişi bir müsəlmanı yəni azad edərsə, yəni qulluqdan azad edərsə, Allah Teala yəni onun hər bir orqanın əvəzi olaraq onun orqanlarını cəhənnəmdən azad edər. Səid ibn Marcanə deyir ki, فَانْطَلَقُتُ بِهِ ilə Ali ibn Hüseyin. Deyir ki, mən Ali ibn Hüseyin yanına getdim. فَعَمَدَ Ali ibn Hüseyin ilə abdin ləhu qad a'tahu bihi Abdullah ibn Ca'fa 10.000 dirham əv 1000 dinar fə'ətəqə. Onu eşidəndən sonra gedərək
o da bir qulu dərhal azad edir. Qala İbn Abbas istədənəl Hur ibn Qays li'Uyeyn ibn Hisn yadxula ala Umar فأذن له عمر فلما دخل قال هي يا ابن الخطاب فوالله ما تعطينا جاز ولا تحكم بيننا بالعدل فغضب عمر حتى هم به فقال له الحر يا أمير المؤمنين الله تعالى قال نبيه. İbn Abbas radiyallahu anhuma deyir ki Hur ibn Qays Uyeyne ibn Hisn'e deyir ki Uyeyne ibn Hisn'in Umar radiyallahu anh'ın yanına girməsi üçün izin alır. Və Umar radiyallahu anh izin verir. Və girdikdən sonra deyir ki ey İbn-i Xattab deyir, vallahi sən bizə yəni, çox vermirsən, yəni az verirsən və bizim aramızda da deyir, ədalətlə hökm vermirsən. Umar radiyallahu anh xəlifə idi, ona belə söz deyir. Və Umar radiyallahu anh deyir, qəzəblənir, istəyir onu cəzalandırsın. Və Hur Umar radiyallahu anh deyir ki, ey möminlərin əmiri, Allah Teala Peyğəmbərinə deyir ki, Ərəf surəsi 199-cu ayədə sallallahu aleyhi və səlləmə Xudil affa, yəni sən bağışlamaq tərəfini tut, götür. Və amur bil urfi, və yaxşını əmr et. Və a'rid anil cahilin, və cahillərdən üz çevir, yəni onlara fikir vermə. Vallahi mə cəvəzə Umar hinə tələhə aleyk və kənə vəqqafə ündə kitabillah. Vallahi Umar radiyallahu anh bunu eşidən kimi, yəni bunu aşmadı da. İstəyir onu cəzalandırsın, dərhal ayəni eşidən kimi dayanır və o da Allahın kitabında, yəni ayələrdə dayanan idi. Gəldisə, dəlil gəldisə, dərhal dayanan idi. Sələflərin Peyğəmbər sallallahu aleyhi və səlləmi və onun sünnəsini təzim etmələri və sünnəyə yardım etmələri. An Ənəs قال فقيل للنبي صلى الله عليه وسلم لو أتيت عبد الله بن أبي قال فانطلق لي وركب حمار فانطلق المسلم وهي أرض سبخة فلما أتاه النبي صلى الله عليه وسلم قال إليك عني فوالله لقد آذاني نتن حمارك. Ənəs radiyallahu anh'dan gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, bəlkə Abdullah ibn Ubeyin yanına gedərdin. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm eşşəyi minərək gedir ora. Vantalaqal müsəlmanlar da onunla birgə gedirlər və o yer belə şoran torpaq kimi, səhra kimi bir yer idi. Fələmmə ətəhu ən-nəbi sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm gəldiyi zaman Abdullah ibn Ubey, yəni o münafiqlərin başçısı idi də, deyir ki, məndən uzaq ol, sənindir eşşəyinin üfunətli iyi mənə əziyyət verdi. Və ansarlardan bir kişi deyir ki, vallahi Ləhimaru Rasulillahi sallallahu aleyhi və səlləm atyabu rihən mink. Deyir ki, Allaha and olsun ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin eşşəyinin qoxusu sənin qoxundan daha pakdır. Səndən daha pakdır. قال فغضب لعبد الله الرجل من قومه قال فغضب لكل واحد منهم أصحابه قال فكان بينهم ضرب بالجرير والأيدي وبالنعال. Və onun sözünə onun adamlarından biri, qövmündən biri qəzəblənir və sonra onların arasında dava düşür və bir-birlərini, yəni xurma ağacının çubuqları ilə, əlləri ilə, ayaqqabıları ilə bir-birlərini vururlar. Yəni bu nəyə dəlildir? Yəni sahabələrin necə Peyğəmbər sallallahu aleyhi və səlləmi yəni müdafiə etmələri. Deyir ki, məndən uzaq ol, yəni münafiq idi. Sənin eşşəyinin deyir, üfunətli mənə əziyyət verdi. Vallahi deyir Peyğəmbər eşşəyini səndən daha fayda. Və həmçə İbn Umar radiyallahu anh hədisində deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Lə təmnə'u nisəəkum əl-məsəcid İdə istəəzənəkum iləyhə qalə fəqalə Bilal İbn Abdullah İbn Umar. Yəni İbn Umar hədisi rəvayət edir. Abdullah İbn Umar. Peyğəmbər s.ə.v belə buyurur. Yəni qadınlarınızı məscidə getməsinə mani olmayın, əgər onlar getmək üçün sizdən izin alarlarsa. Və Abdullah İbn Umarın oğlu Bilal
deyir ki, vallahi biz deyir, onları qoymayacaq. Bu hədis gətirir. Deyir ki, mani olmayın, bu isə deyir, biz mani olacaq. Qalə fəaqbələ Ali Abdullah fəsəbbəhu səbbən seyyiə. Və atası ona tərəf gəlir və onu pis şəkildə söyür. Mə səmi'tuhu səbbəhu misləhu qat. Yəni, bundan əvvəl onun elə söydüyünü eşitməmişdim. Və qalə uxbiruka an Rasulillahi sallallahu aleyhi və səlləm və təqul vallahi ilə nəmnəuhun. Mən sənə deyirəm, Peyğəmbər sallallahu aleyhi və səlləmdən xəbər verirəm ki, belə deyir, sən ki, biz qoymayacaq. Yəni, görün, şiddətlidirlər. Sünnə məsələsindən. Abdullah ibn Muğaffəldən deyir, ənəv ra rəculən yəxzifu fəqaləhu lə təxzif fə innə Rasulallahi sallallahu aleyhi və səlləm nəhə anil xəzfi əv kənə yəkrəhul xəzif. Demə, Abdullah ibn Muğaffəl deyir ki, görür ki, bir kişi yəni, barmağı ilə daş atır. Bəzilər buna müqayisə rəqatqanı da edirlər. Deyir ki, belə etmə. Peyğəmbər s.ə.v bunu qadağan etdiyini və bunu xoşlamadığını bilirəm də. Və qalə innəhu lə yusadu bihi saydun və lə yənkəvu bihi adu. Yəni, bununla nə ov ovlamaq olur, nə də ki, düşmənə nəsə toxundurmaq, məhv etmək. Və ləkinə qad təksirüsün bəzən deyə diş sındırır və göz çıxarda bilir. Thumma ra'ahu ba'da zalik yakhzifu faqal lahu. Və bundan sonra yenə görür ki, yəni yenə bu işinə davam edir. Yəni o barmağı ilə daş atmaq. Ona deyir ki, "Uhaddithuka an Rasulillahi sallallahu əleyhi və səlləm ennehu naha anil xazf aw karihal xazf və ente takhzif." Mən deyir, danışıram Peyğəmbər sallallahu əleyhi və səlləmlə, yəni bunu qadağan edib, yaxud da onu xoşlamayıb, sən isə belə edirsən, "La ukallimuka kaza və kaza." Deyir, səni deyir, belə danışdırmayacağam. Yəni ona görə deyir, onu danışdırmır. Sonra gəlir Amr ibn Dinar an Salim ennehu zəkərə qavl Umar fi tib. Yəni indəl ihram. Thumma qalet Aişə kuntu utayyibu Rasulallahi sallallahu aleyhi və səlləm li ihrami hina yuhrim. Qalə Salim sünnəti Rasulillahi əhəqqu ən tuttəbə. Deməli Amr ibn Dinar o da Salimdən deyir ki, o da zəkərə qavl Umar radiyallahu anhunun ihram zamanı ətiri haqqında olan sözünü deyir. Sonra deyir ki, Aişə radiyallahu anhu belə buyurdu. Mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin ehrama girməzdən əvvəl, ehram üçün ətirləyərdim. Və Səlim deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi tabi olunmağa daha haqlıdır. Və qad bələğə Umar ənə rəculən yasumu dər fətəv fəaləhu biddurrə və cəalə yəqul kul ya dəhri. Yəni burada elə ki, Umar radiyallahu onu xoşlamazdı. Amma burada hədis gətirir. Baxmayaraq Umar radiyallahu belə deyir ki, bizə Peyğəmbər sallallahu sünnəsi daha üstündür, daha haqlıdır. Və həmçinin gəlir ki, Umar radiyallahu anh'a çatır ki, bir kişi il boyu oruç tutardı. Yəni ara kəsmədən oruç tutardı və gəlir onu çomağı ilə vurur. Deyir ki, ye ey dəhri, yəni il boyu oruç tutan ye. Çünki Peyğəmbər hədisi var ki, la samə mən saməl əbəd, yəni il boyu oruç tutan oruç tutmamışdır. Yəni ən üstünü da bir gün aşırı tutmasıdır da. Və an Abdurrahman ibn Abi Na'am ennehu kana yasumu da faqala Amr ibn Meymun law ra'a hada ashab Muhammedin la rajamuh. Abdurrahman ibn Na'am deyir ki, o yəni belə davamlı şəkildə oruç tutardı. Amr ibn Meymun deyir ki, əgər Peyğəmbər sallallahu sahabələr onu görsəydilər, onu daşqalaq edərdilər. Onu daşlayardılar. Abu Qatadədən gələn rəvayətdə deyir ki, Kunnə ində İmran ibn Hüseyn. Biz də İmran ibn Hüseynin yanında idik. Fi rahtın minnə, yəni bizdən bir dəstə, yəni raht 10 nəfərə yaxın bir cəmaata deyilir. Və finə yuşiru İbn Kə'b fəhaddəsənə İmran yevmin qalə Rasulullah əl-həyəu xayrun kullu. Və orada danışdığı zaman Peyğəmbər sallallahu hədisini gətirir ki, həyanın hamısı xeyirdir.
Qala əv qala əl-həya kullu xeyr. Yəni yaxın sözlərdir. Yəni və yaxud da həya hamısı xeyirdir. Fəqalə Buşeyr ibn Ka'b. Buşeyr ibn Ka'b deyir ki, İnnə lənəcidu fi ba'dil kutubi avul hikməti ənə minhu səkinətən və vəqaran lillahi və minhu za'f. O isə deyir ki, biz bəzi kitablarda və yaxud hikmətli sözlərdə görürük ki, yəni həya nədir? Həyada sükunət var, yəni vüqar var, yəni aramlı olmaq var, təmkinli olmaq var və həmçinin orada zəiflik də var. Və bunu eşitəndə İmran ibn Hüseyin radiyallahu anh yenə qəzəblənir, gözləri qızarır və deyir ki, Ələ urani uhaddithu an Rasulullah sallallahu və tuarid fi. Demək, görmürsən, mən Peyğəmbər sallallahu mən danışıram və sən isə ona qarşı çıxırsan. Və hətta o qədər istənir ki, orada bəzi yanında olanlar deyirlər ki, ya Əbə Nuceyd, ey Nuceydin atası, yəni o bizdəndir. Yəni, əhl-i sünnədir, yəni xata edib də, çaşıb. Yəni, o elə istənir ki, elə bir ki, yəni, elə bir ki, bidət əhlidir. Və qad ənkərə sahabətu alə kulli mən xalifəl hədith li şübhətin uridat ləhu və ləm yəsləm və ləm yüsəlmin nasıl təslimə. Və burada şeyx deyir ki, hətta sahabələr hədisə qarşı çıxan hər hansı bir şübhəyə görə etiraz edənə inkar etmişlər. Yəni, o təslim olmayanlara inkar etmişlər. İbn-i Əbi Zibdən gələn rəvayətdə o Peyğəmbər s.ə.v bir hədis danışır və bir kişi deyir, ya Əbəl Haris, ətəxuzu bihədə, yəni sən bu hədisi götürürsənmi? Fədarabə sadra və sahə aleyh siyahan kəthirə, onun sinəsinə vurur və şiddətli şəkildə qışqırır və deyir ki, uhaddithuka an Rasulillah sallallahu aleyhi və sələm və təqulu təxuzu bihim. Yəni, mən Peyğəmbər s.ə.v ilə danışıram və sən isə deyirsən ki, sən onu götürürsənmi? Nə'mə əxuzu bihi, bəli, götürürəm. Və dəlikə fardun aleyh, bu mənim üzərim fərzdir. Və alə mən səmi'əhu, onu eşidənə də fərzdir. İnna Allah təbarək və teala ixtara Muhammədən minən nəs fəhədəhum bihi. Və Allah Teala insanlar içərisində Muhammed sallallahu aleyhi və səlləmi seçmişdir və onunla insanları hidayət etmişdir. Və alə yədəyhi, və onun əli ilə hidayət etmişdir. Və əxtərə ləhu məxtərə ləhu alə lisanihi fə aləl xalqi ən yettəbi'uhu tai'inə əv dəxirin lə məxrəcə li muslimin dəlik qalə və mə səkətə həttə təmənnə ən yəskut. Və deyir ki, insanlar ona tabi olmadılar, istəsə də, istəməsə də, yəni heç kimin bundan çıxacaq bir yolu yoxdur və o qədər danışdı ki, hisləndiyindən və dedilər ki, kaş ki, yəni susardı. Əl-İxtəb üstünə və səbət aleyh həttəl məmət. Yəni sünnəyə riayət etmək və ölənə qədər onun üzərində sabit olmaq. Və sələflər sünnəyə həris olmuşlar və ondan yapışmışlar və onun üzərində sabit olmuşlar və hətta müstəhəb sünnələr olsa belə onu tərk etməmişlər. İnkar edənin inkar etməsinə görə və yaxud da kiminsə qorxusuna görə. Fəlləv ulidə ahadum aləs-seyfi lə yədəu mə ya'təqiduhu dinə. Hətta onlar qılıncın qarşısına gətirilsələr belə din etiqad etdiklərini tərk etməzdilər. Və həkədə kənə əhl-i sünnə və əhl-i sünnə belə idi. Və lə yəzəlu hədə deydənuhum və bu onların işi belə idi və belə davam etmişlər və bu da onların sözləridir. Və zəkə şə'nuhum və hicciruhum və onların adəti belə idi. Və əzkuru ba'dəl əmfilə alə zəlik və buna dair bəzi misalları qeyd edəcəm Allahın izni ilə. Kulluha tahuddu alə şiddəti təmassuk. Bütün bunların hamısı onların sünnədən möhkəm yapışmasına, tabi olmasına və ölənə qədər sabit olmasına dəlalət edir. Allah Teala buyurur Nisə surəsi 66-cı ayədə: "Vələv ennehum fa'alu ma yu'azun bihi lekana khayran lahum və əşəddə təthbitə." Əgər onlara olunan moizəyə, nəsihətə əməl etsəydilər, bu onlar üçün daha xeyirli olardı və daha sabit, möhkəm olardılar sabitlik baxımından. Fəəthbətun nəsi qalbən əthbətum qavlən və fi'lən. İnsanlar içərisində qəlbi ən sabit olan, sözü və feili sabit olandır. Sözü və əməli sabit olandır. Umar radiyallahu anh'a gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu: İnnallaha yenhəkum ən təhlifu bi əbəyikum. Yəni Allah Teala sizə qadağan edir ki, atalarınıza and içməyi.
Qala Umar fa vallahi ma haliftu bi hada munzu sami'tu Rasulullah sallallahu aleyhi ve sellem naha anha zakiran və la atira. Və deyir ki, Allaha and olsun ki, mən deyir, bunu Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşidəndən sonra heç vaxt deyir, yəni atalara and içmədim deyir. Hansı ki, belə baxanda vərdiş eləyiblər də, vərdişkar olmurlar. Yəni, qadağan gəldisə qurtardı, heç vaxt. Ondan sonra bunu eşitdimsə, heç vaxt and içmədim. Əbu Rafi'dən gələn rəvayətdə Rəaytu Əbu Hureyre yəscudu fi idəstəməun şəqqat fəqultu təscudu fi qal fəqalə nəam Rəaytu xalili yəscudu fihi fələ əzəlu əscudu fiyhə həttə əlqa. Əbu Rafi deyir ki, Əbu Hüreyra'nın idəstəməun şəqqat ayəsini oxuduğu zaman səcdə etdiyini gördüm və mən ona dedim ki, sən bu ayədə səcdə edirsən, dedi ki, yəni o surədə səcdə ayəsi var da, dedi ki, bəli, mən deyir, dostum, yəni Muhammed sallallahu aleyhi və səlləmi bu ayədə səcdə etdiyini gördüm, mən ona qovuşana dək səcdə etməyimdə davam edəcəyəm. Əbu Səid Əl-Xudr deyir ki, Kunna nuxricu zəkatəl fitr və Rasulullah sallallahu aleyhi və səlləm fiyinə an kulli sagirin və kəbirin, hurrin və məmluk min thələthəti asnafin sa'an min təmrin, sa'an min aqid, sa'an min şəir. Əbu Səid Əl-Xudr deyir ki, biz fitir zəkatını, yəni Ramazanda çıxarılan zəkatdır, onu çıxardardıq. Peyğəmbər sallallahu əleyhi və səlləm bizim şəhərimizdə olduğu zaman hər kiçik uşaqdan, böyükdən, azad insandan, kölədən çıxardardıq 3 sinifdən. Yəni bir xurmadan 1 sa, 1 sa nə qədərdir? 4 ovuc. Təqribən 2 kilo nə qədərsə. Həmçinin aqid. Aqid, yəni bu necə deyər, pendirə oxşar bir şeydir. Şor kimi. Və həmçinin arpadan. Fələm nəzəl nuxrucu kədəl həttə kənə Muaviyə. Belə çıxartmağımızda davam elədik. Muaviyə gələnədək. Fərə ənə muddeyni min burrin təədilü sa'an min təmrin. Və deyir, o elə görürdü ki, buğdanın 2 ovucu xurmanın 4 ovucuna bərabərdir. Əbu Səid isə deyir ki, fəəmmə ənə fələ əzəlu uxricu kəmə kuntu uxricu əbədən məişdüm. Mənə gəldikdə isə mən necə çıxardırdım, o cür çıxartmağımda davam edəcəyəm. Yəni, bu nəyə dəlildir? Sünnəyə sarılmalarına və sünnə üzərində davam etmələrinə. وَلَمَّا حَدَّثَ عُبَادَ بِحَدِيث النَّهْيِ عَنْ بَيْعِ الذَّهَبِ بِالذَّهَبِ قال معاوية ألا ما بال رجال يتحدثون عن رسول الله بأحاديث قد كنا نشهد ونصحب فلم نسمعها منه فقال عبادة بن صامت فأعاد الحديث ثم قال لا نحدثن بما سمعنا من رسول الله صلى الله عليه وسلم وإن كره معاوية. Deməli, Ubadə bir hədis danışır. Peyğəmbər sallallahu aleyhi və səlləmin qızılla qızıllı satmaq haqqında olan hədisi, hansı ki, orada şərt gəlir ki, eyni olmalı və qrama qram və əlbəl olmalıdır. Və Muaviyə deyir ki, insanlara nə olub ki, Peyğəmbər s.ə.v-lə elə hədislər danışır ki, biz onunla birgə olmuşuq, yoldaşlıq eləmişik, bunu ondan eşitməmişik. Ubadə ibn Samit yenə o hədisi danışır. Sonra deyir ki, biz Peyğəmbər s.ə.v-lə eşitdiyimizi danışacağıq, Muaviyə radiyallahu anhu xoşlamasa da. Avqalə və in rəqimə, istəməsə də. Mə ubəli ən lə əshabəhu fi cündihi fi leylətin, yəni səudə. Yəni xoşlanmasa da mən deyir, danışmağımda davam edəcəyim. Yəni belə baxanda xəlifə idi. İbn Ömərdən gələn rəvayətdədir. Beynəmə nəhnu nusalli ma'a Rasulillahi sallallahu aleyhi ve sellem fəqalə racul Rabbena və ləkəl hamd hamdən kətirən və subhanallah bukratan və asilə. İbn Ömər radiyallahu anh deyir ki, biz Peyğəmbər sallallahu aleyhi ve sellemlə namaz qılırdıq. Bir kişi dedi ki, Rabbena və ləkəl hamdən kətirən və subhanallah bukratan və asilə. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu buyurur ki, kimdir bu söz söyləyən? Qalə racul minəl qavm, cemaatdan birisi deyir ki, ənə ya Rasulullah, mən ey Allahın Rasulü, qalə acibtu ləhə, futihət ləhə əvvabus səmə. Mən deyir, buna təəccübləndim, onun üçün deyir, səmanın qapıları açıldı. İbn Ömər radiyallahu anhümə deyir ki, fəmə tərəqtuhunə mundu səmi'tu Rasulullah sallallahu aleyhi və səlləmə yəqulu zəlik.
deyir, mən deyir, bunları Peyğəmbər s.ə.v-lə eşidəndən sonra heç vaxt tərk eləmədim. Hə? Burada keçir ki, Rabbənə və ləkəl həmd həmdən kəthirən və subhanallahi bukratan və asilə. Yəni burada əlavə kimi subhanallah və subhanallahi bukratan və asilə. Çay kimindir? Sənindir? Süveyd ibn Gaflə deyir ki, kânə yusalli zuhru hina tezulu şams fa'arsala ileyhil haccat la tesbiqna bi salatina faqala Süveyd qad salleytuha ma'a Ebi Bekrin ve Umar hakeza vel mevtu aqrabu ileyh min en eda'aha. Süveyd ibn Gaflə zöhr namazını qılardı, şəms zaval etdi, yəni günəş zaval etdi, yəni biraz quruba tərəf, məğribə tərəf meyl etdiyi zaman və Həccac onun yanına adam göndərir, deyir ki, namazınla bizi qabaqlama, bizim namazımızı qabaqlama. Və Süveyd deyir ki, mən deyir, belə qılmışam Əbu Bəkirlə, Umarla, ölüm mənə daha yaxındır onu tərk eləməkdən. Və hədə Şeyxülislam Əbu İsmail Ansari. Və bu da Şeyxülislam Əbu İsmail Ansari qala anhu Zəhəbi onun haqqında deyir, kənə seyfən məslulan aləl mütəkəllimin. O deyir, kəlam əhlinə qarşı qaldırılmış, çəkilmiş bir qılınc idi. Ləhu savlətun və heybətun və istilan aləl nüfusi bi bələdihi yuazzimunəhu və yetəqalunə fihi və yabdulun ərva'un fiyimə yəmuru bihi kənə indəhum atva və arfa minə sultan bi kəthir və kənə tavdan rasiyan fi sünnə la yetezəlzəl və la yəlim və qad umtihna marrat və uziyə və nufiyə min bələdi. Onun haqqında danışarkən deyir ki, həqiqətən o insanın heybəti var idi. Yəni, insanlar üzəri üstünlüyü var, insanlar onu təzim edirdilər və hətta onun üçün ruhlarını, yəni canlarını sərf edirdilər. Onun əmrini yerinə yetirir və insanlar içərisində sultandan daha yəni, itaət olunan idi və üstün idi. Və sünnə məsələsində deyir, o silkələnmirdi, tərpənmirdi, yumuşalmırdı. Nə qədər deyir, o imtihana çəkilmişdir, ona əziyyət verilmişdir və ölkəsindən didərgin düşmüşdür, yəni nəfi olunmuşdur, sürgün olunmuşdur. İbn-i Tahir deyir ki, Səmi'tu yəqulu uridtu alə seyf 5 marrat. Deyir, eşitdim ki, İbn-i Tahir deyir ki, ondan eşitdim ki, 5 dəfə qılınca ərz olunmuşam. Yəni 5 dəfə qılıncın yanına gətiriblər. La yuqalu li irci an məzhəbik, lakin yuqalu li uskut ammən xalafək fə aqul la askut. Mənə deyilmirdi ki, məzhəbindən geri dön. Mənə deyilirdi ki, müxalif olana qarşı sus, mən də deyirdim ki, susmuram. Qultu və lakinnəl ən yutlabu minnə ən nətrukə sünnə. Və şeyh isə deyir ki, burada, indi bizdən de tələb olunur sünnəni tərk eləmək. Və əllə nədu iləyhə, ona çağırmamaq. Və ən nəskutə ammən yuxalifə və ona müxalif olana qarşı da susmaq. Fərəhimallah sələfənə fəqad kənu alə səbətin azim. Allah da sələflərimizə rəhm eləsin, onlar böyük səbat üzərində idilər. Qalə Şeyxülislam İbn Teymiyyə. Şeyxülislam İbn Teymiyyə deyir ki, əmmə əhlü sünnə vəl hədis fəmə yu'ləmu min iləməihim və lə salih əmmətim əhədun rəca qattu an qavli və atiqadihi. Əhl-i sünnəyə və hədis əhlinə gəldikdə isə onların alimlərindən bilinmir ki, nə də ümumən onların salih insanlarından, sözündən və etiqadından dönsün. Bəlhum ə'zamun nəsi sabran. Onlar insanlar içərisində ən güclü səbri olan insanlar idi. Və in umtuhinu bi ənva'il mihani vəl fitən. Baxmayaraq ki, onlar müxtəlif imtihanlara çəkilmişdilər. Və hədihi halul ənbiyə və ətbə'i. Və bu da peyğəmbərlərin və onlara tabi olanların halıdır. Və bil cümləti fəthəbət vəl istiqrar fi əhlil hədith və sünnə ədaf mə huvə ində əhlil kələm vəl fəlsəfə. Yəni, ümumiyyətlə, hədis əhlində, sünnə əhlində olan sabitlik, səbir, kəlam və fəlsəfə əhlində olan səbirdən, sabitlikdən qat-qat daha çoxdur.